1-2 manat pula görə müdirinə elə itaət edirsən ki, nədir sənə maaş verəcək. Hansısa 700-800 manata görə müdirinin qulu köləsi olursan. İş saat 7-də başlayır, amma sən 10 dəqiqə qalmış işin qabağında mıx kimi durursan. Müdirin danlamasın, maaşından tutmasın deyə. Gecə saat 3-də 4-də durmaq lazımdır, problem yoxdur. Müdirinin əmrlərinə quzu kimi itaət edəcəksən, hansısa qəpik quruşa görə. Amma səni yedirən, içirən, sənə sağlam bədən verən, gözünə işıq verən, bu dünyanı yaradıb, sənin üçün çeşitli bitkilər yetişdirən və sənə öz mülkündə yaşama şansı verən Allah Sübhanehu Teala'ya sənin vaxtın yoxdur. Bütün bunları sənə verən Allaha gündə 5 dəfə səcdə edib şükr etməyə vaxtın yoxdur. Amma sənə maaş verəcək deyə, müdirinin qabağına hər gün səhər tezdən gedə bilirsən. Bəzən işə çatmaq üçün 2-3 marşrut dəyişirsən. 2-3 saatını elə hər gün yolda itirirsən. Bütün bu məşəqqətlərə sırf müdirini razı salmaq üçün dözürsən. Amma işləyib çalışa bilməniz üçün sizə sağlam bədən verən Allah Sübhanehu Teala'ya yarım saatınız yoxdur. Necə də axmaqsınız. Əslində, qardaşlar, biz özümüzü aldadırıq ki, biz uzun illər yaşayacağıq. Düzdür, mən indi yaxşı müsəlman deyiləm, bəlkə də, amma sonra tövbə edəcəm. Hər şeyin vaxtı var. Bəlkə də namaz qılmıram, amma mənim niyyətim təmizdir. Allah insanın niyyətinə baxır. Mən yaxşı işlər görürəm. Məsələn, keçən ay bazarın qabağında dilənçiyə 20 qəpik vermişdim. Bunu sən bilmirsən, amma Allah görür. Allah bizim niyyətimizə baxır. O bilir mənim ürəyimdə nə var. Doğrudan deyirsən, sənin ürəyində şükürsüzlük və itayətsizlik var. Bax, bu var sənin ürəyində.